Salam, axşamınız xeyir. Ee, Bugünkü mövzumuz kainat və günəş sistemi olacaqdır. Kainatın inkişafı filosof və alimləri deyir əsrlər boyu düşündürmüşdür. İndiyənə kimi müxtəlif fikirlər və nəzəriyyələr vardır. Və indiyənə kimi olan fikirlər kosmogonik nəzəriyyələr adlanır. Kosmogoniya kosmik cisim və sistemlərin mənşə və inkişafını öyrənən elmdir. Kainat sözü isə sonsuz sayda müxtəlif forma və ölçüləri olan qalaktiyalardan ibarətdir. Yəni buradan bizə məlum olur ki, e, qalaktika kainatın tərkibindədir. Yəni kainat anlayışı bir sözlə kainat anlayışı qalaktika anlayışından qalaktika anlayışından böyükdür. Yəni kainatın hansı anlayış böyük olar? Yəni kainat anlayışı qalaktikadan daha böyük anlayışdır. Çünki kainatın tərkibində deyir milyonlarla qalaktikalar vardır. Hər qalaktikada da yenə həddindən artıq, yəni milyonlarla yenə hər qalaktikada ulduzlar vardır. Bizim qalaktikada Samanyolu, Süd yolu adlandırılır, Ağ yolda və yaxud da Kəhkəşanlar da adlandırılır bizim qalaktikanı. Günəş də bizim qalaktikanın tərkibində olan ulduzlardan biridir. Günəş sisteminə daxildir planetlər, asteroidlər, kometlər, təbii peyklər, meteoritlər, planetlər arası tozlar da Günəş sisteminə aiddir. Biz bilirik ki, e, yaxşı sonra deyirik, Günəş sisteminin yaranmasına aid müxtəlif fikirlər və nəzəriyyələr var idi. Bunlar hansılardır? Dini nəzəriyyə də var idi, elmi nəzəriyyə də var idi. Dini nəzəriyyəyə görə, məsələn, Qurani-Kərimdə, İncildə, Tövrətdə də müxtəlif kainatın yaranması haqqında nəzərləri var idi. Məsələn, Qurani-Kərimdə göyün nəhəng enerjidən 6 gün ərzində yaranması göstərilmişdir. Bəzi alimlərimizin də bir fikirləri var idi kainatın yaranması haqqında Günəş sisteminin. Burada ilk nəzəriyyələrdən biri Kant və Laplaceın nəzəriyyəsi olmuşdur. Bunlara görə Günəş sisteminin planetləri 4-5 milyard il əvvəl qızmar günəşə bənzər cismin parçalanmasından yaranmışdır. Bu fərziyə görə nəhəng günəşə bənzər cismin səthindən və onun atmosferin ayrılan qaz və toz hissələri nəhəng həlqələr yaratmışdır. Həlqələr yaratmışdır. Qravitasiya sahəsinin təsiri ilə bu həlqələrdə kosmik qaz və toz dumanları kütlə şəklində cəmləşmişdir. Bu həlqələrdə maddələrin sıxılması planetlərin, asteroidlərin və digər səma cisimlərin yaranmasına səbəb olmuşdur. Alimlər hesab edirlər ki, yer kürəsi əvvəlcə qızmar, əvvəlcə Kant və Laplace nə deyib? Yer əvvəlcə qızmar halda olmuş, onun üst hissə tədricən soyumuş və daxili hissələri isə ərinti şəklində qalmışdır. Daxili hissəsi ərinti şəklində qalmışdır. Onlar yerdə baş verən müasir vulkanizm prosesini bununla əlaqələndirirlər. Bu fərziyyə yer elmləri sistemində deyir uzun müddət hökmranlıq etmişdir. Altından xətt çəkdiyim yerlərə diqqət edirik. Kant və Laplace aid olan fikirlərdir. Nə oldu burada? Burada əsasən nə yadda saxlayaraq bu haqda 4-5 milyard il yadda saxlayarıq. Həlqələr sözünü yadda saxlayarıq. Daha sonra nəyə buradan yadda saxlayarıq? Əvvəlcə deyir qızmar halda olmuşdur. Onu yadda saxlayarıq. Daxili hissəsi isə ərinti şəklində qalmışdır. Bu cümlələri yadda saxlayırıq ki, növbəti alimlərin nəzəriyyələri ilə bu nəzəriyyələrin fərqini tutaq. Növbəti nəzəriyyələrdən biri də Schmidt və Fesenkovun nəzəriyyəsi olmuşdur. Deyir 20-ci əsrdə yerin daxili quruluşu öyrənildikdən sonra və bizə məlum olmuşdu ki, yerin daxili quruluşu, yəni yerin belə aşağı qatları ərinti şəklində deyil, bərk maddələrdən təşkil olunmuşdur və bu da Kant və Laplace'ın fərziyyəsinin həqiqətə uyğun
gəlmədiyini sübut etdi. Yəni Kant və Laplace bayaq altına xətt çəkməyə xətt çəkmişdik ki, ərinti şəklindədir. E, Yerin qeyd edək ki, dibi, mərkəzi Kant və Laplace ilə söyləmişdi və bu fərzilərin həqiqətə uyğun gəlmədiyini 20-ci əsrdə araşdırmalarında yerin daxili quruluşunu öyrənmişdi və bu da Kant və Laplace'ın nəzəriyyəsinin doğru olmadığını sübut etdi. Və bundan sonra Schmidt və Fesenkov da bir nəzəriyyə irəli sürmüşdür. Burada nədir? Nəzəriyyə deyəndə əslində bu bir fərziyyədir. Yəni fərziyyə yəni güman edirlər ki, Günəş sisteminə daxil olan planetlər təqribən 6-7 milyard il əvvəl bu Schmidt və Fesenkovundur. Kant və Laplace 4-5 milyard il idi. Burada isə 6-7 milyard il əvvəl qaz və tozdan ibarət soyuq, bax, o da soyuq disk şəkilli, bu da disk sözünü yadda saxlayırıq. Kosmik buludlardan yaranmışdır. Hələ buludu da bura qeyd etmək yaranmışdır. Buludun sıxılması nəticəsində kiçik kosmik qaz və toz hissəciklərinin hərəkətindən əvvəlcə çoxsaylı asteroidlər meydana gəlmiş. Sonra asteroidlər də birləşərək ilkin soyuq, yer və digər planetləri yaratmışdır. Burada altına xətt çəkdim. Əsasən diqqət nə edirik? 6-7 milyard il idi. Amma Schmidt və Fesenkovda 6-7 milyard ildir. Fikir verdiksə, Kant və Laplace 4-5 milyard ildir. Qaz və tozdan ibarət soyuq disk şəkilli. Orada həlqələr sözü var idi. Burada isə nə söz var? Disk şəkilli. Fikir versək, yəni bu da bu nəzəriyyədə disk şəkilli deyir, kosmik buluddan yaranmışdır. Kosmik buluddan yaranıb. Bunlara diqqət edirik. Daha sonra deyir ki, əvvəlcə çoxsaylı asteroidlər. Yəni birinci Günəş sisteminin yaranmasında birinci asteroidlər yaranır. Bu kimin fərziyyəsidir? Schmidt və Fesenkova görə birinci asteroidlər yaranır. Yəni altından xətt çəkdiyim cümlələrə diqqətlə fikir veririk. Bu altından xətt çəkdiyim cümlələr Schmidt və Fesenkov nəzəriyyəsinin Kant və Laplace nəzəriyyəsindən fərqləndirən xüsusiyyətdir. Testlərdə ən çox qarşımıza çıxır bu Schmidt, Fesenkov və Kant və Laplace'ın nəzəriyyələrinin fərqi. Bax, fərqi altından xətt çəkdiyim hissələr idi. Daha sonra müasir dövrdə bir nəzəriyyə vardır ki, bu nəzəriyyələrə Big Ben nəzəriyyəsi deyilir. Bu nəzəriyyəyə görə deyir, kainat 13,8 milyard il əvvəl meydana gəlmişdir. Bu zaman bütün materiya sonsuz sıxılığa və temperatura malik bir nöqtə şəklində mövcud olmuşdur. Kainatın bu başlanğıc vəziyyətinə, yəni bir nöqtə halındakı vəziyyətinə singulyarlıq deyilir. Yəni singulyarlıq kainatın başlanğıc vəziyyətinə deyilir. Bu nəzəriyyəyə görə birinci, yəni bu partlayış baş verdikdən sonra, bax məsələn bu nöqtə şəklindədir. Buna singulyarlıq deyilir. Daha sonra böyük partlayış baş vermiş. Böyük partlayış baş verdikdən sonra kosmik relikt şüalanma yaranmışdır. Kosmik relikt şüalanmadan sonra qaranlıq dövr baş verir. Mən əsasən bunu necə yadda saxlayıram? Şüalanma baş verirsə, məsələn, böyük partlayış baş verir, sonra kosmik relikt şüalanma yaranır. Fikir verirsə, bizim qəfil, məsələn, belə deyək ki, qaranlıq yerdən işıqlı yerə çıxan kimi gözümüz qaralır. Mən bunu bu baxımdan yadda saxlayıram. Partlayış baş verir, sonra şüalanma və şüalananda qəfil gözümüz işıqlığa düşəndə qaralır. Qaranlıq dövr. Daha sonra ilkin ulduzlar yaranır. Ardıcıllığı hökmən yadda saxlamaq lazımdır. Daha sonra ulduzlar yarandıqdan sonra ilkin yeni qara dəliklər. Daha sonra proto qalakkalar, ilkin qalakkalar da olar. Daha sonra ən sonda müasir qalakkalar yaranmışdır. Bu böyük partlayış nəzəriyyəsinin ardıcıllığı idi. Burada qara dəliklərdən bəhs edək. Qara dəliklər nədir? İlk dəfə qara dəlik sözünü kim işlədib? İlk dəfə qara dəliklər
işlətmişdir. Euler, John Euler işlədib qara dəliklər anlayışını. Qara dəlik kainatın çox güclü qravitasiya sahəsinə malik olan xüsusi hissəsidir. Burada qravitasiya cazibəsi o qədər deyil güclüdür ki, işıq sürəti ilə hərəkət edən kosmik və ya obyektlər o belə qara dəlikdən çıxa bilməzlər. Yəni bu kosmosda, kainatda deyək, qara dəliklər vardır. Bura düşən və yaxud da yaxınlaşan oradan çıxa bilmir. Yəni güclü cazibə qüvvəsi vardır. Qara dəyişlər ilk dəfə kim deyib? John Euler işlətmişdir qara dəlik anlayışını. Müasir dövrdə bir də alimləri düşündürən bir məsələ vardır ki, əgər kainat bir başlanğıc nöqtəyə malikdirsə, bunun bir son nöqtəsi də var deyə düşünürlər. Yəni bir son da var. Bu həmin alimlər düşüncələri iki hissədən ibarətdir ki, bəzi alimlər deyir ki, kainat böyük sıxıllığa, yəni kainat sıxılır. Bəziləri deyir ki, kainat genişlənir. Yəni kainat genişlənir də, yəni məhv olmur, genişlənir. Bəziləri deyir ki, kainat sıxılır və müəyyən vaxtdan sonra məhv olacaq. Məsələn, böyük sıxılmada deyir ki, adlanan birinci yanaşmaya görə kainat getdikcə sıxılır, müəyyən zaman keçdikdən sonra o öz minimal ölçüsünə çataraq məhv olmağa başlayacaq. Bu birinci yanaşmadır. İkinci yanaşma isə, yəni kainatın genişlənməsini söyləyənlər isə, ikinci yanaşmanın tərəfdarları isə kainatın genişlənməsini iddia edirlər. Bu nəzəriyyənin tərəfdarlarından biri isə Hawking olmuşdur. Hawking kimdir? Hawking deyir, qara dəliklər, kainatın inkişafı, singulyarlıq, zaman məkan anlayışları haqqında müxtəlif nəzəriyyələr sürmüşdür. Böyük partlayış nəzəriyyəsini də daha da inkişaf etmişdir. John Hawking olmuşdur. Hawkingin fikrinə görə dəliklər əbədi qara dəliklərdən söhbət gedir. Dəliklər əbədi deyil, onlar buxarlanmaya qabiliyyətinə malikdir. Özündən əvvəlki bir çox kosmoqonlar kimi o da iddia edir ki, digər qalaktiyalar bizdən uzaqlaşır. Yəni kainat genişlənir. Kainatın genişlənməsini söyləyən alimlərdən biri də Hawkingdir. Gəldik kainat haqqında danışdıq. İndi isə keçək bizim öz qalaktikamızda olan ulduzlardan biri olan Günəşdir və Günəş sistemi haqqında məlumat verək. Günəş sisteminə daxil olan planetlər biz bilirik ki, Günəş sisteminə 8 dənə planet daxildir. Bunlar hansılardır? Məsələn, daxili planetlər vardır ki, Günəşə yaxın olan 4 planet, bir də xarici planetlər var idi ki, və bunların da sayı 4 dənədir. Daxili planetlər Günəşdən uzaqlığına görə düşsək, Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Uran, Neptundur. Ən yaxında Merkuri, ən uzaqda isə Neptun yerləşir. Planetlərin ümumi xüsusiyyətlərinə baxsaq, bütün planetlər Günəş ətrafında qərbdən şərqə doğru hərəkət edir. Planetlər Günəşlə eyni müstəvi üzərində olur. Planetlərin orbit xəttləri ellipsoid formasında olur. Günəş və planetlər öz oxu ətrafında qərbdən şərqə doğru hərəkət edir. Bu da nə deyir? Günəş və planetlər. O deməkdir ki, biz Günəşi təsvir edirik və planetlər də bunun ətrafında dövr edən kimi təsvir edirik. Əslində planetlər Günəşin ətrafında dövr edirsə, Günəş də kosmosda dövr edir. Yəni öz bildiyi qalaktikasında dövr edir. Yəni Günəş gedir, Günəşin də müəyyən bir fırlama bir orbiti var, orbit xətti var və Günəş fırlandıqca, bax Günəşin ətrafında olan planetlər də onunla bahəm hərəkət edir. Yəni Günəş də yerində durmur. Günəş də hərəkət edir. Günəş də planetlər də deyir öz oxu ətrafında qərbdən şərqə doğru hərəkət edir.
Amma Mars istisnadır ki, Mars planeti istisnadır. O şərqdən qərbə hərəkət edir. Bir istisna olmalıdır. Peyklər planetlərin ətrafında qərbdən şərqə doğru fırlanır. Çünki hamısı qərbdən şərqə fırlanır. Bir də nə yada saxladıq? Marsda isə bu əksindir. Şərqdən qərbə hərəkət edir. Dedik ki, 8 dənə planetimiz var idi. 4-ü daxili planetlər, 4-ü isə xarici planetlər vardır. Burada Yer planeti təsvir edilmişdir. Yer planetinin Günəşdən uzaqlığı verilib. Uzaqlığı verib. Əlbəttə ki, bu ortalama hesabla 150 milyon kilometrdir. Günəşlə yerin arasındakı məsafə 150 milyon kilometrə bərabərdir. Günəşdən bu uzaqlığımız 150 milyonumuza, 150 milyona bir av deyilir. Yəni bir astronomik vahid deyilir. Yəni bir avımız, bir av bərabər neçəyə? 150 milyona bərabərdir. Bir avımız 150 milyona bərabərdir. Bir avımız 150 milyona bərabərdir. İndi burada nəyə baxaq? Bir də işıq sürəti vardır ki, işıq sürəti eşidik. Bu sürəti nədir bunun? Bu haqqında burada məlumat var. İşıq sürəti 1 saniyədə 30 min kilometr yol gedir. 150 milyon da kilometrdir. Buna diqqət eləyək. İşıq sürəti nə idi? 1 saniyədə 300 min kilometr yol qət edir. Bu da bizim işıq sürətimiz olacaq. Burada nə verilib? Günəşdən uzaqlığına görə planetlərimiz verilib. Uzaqlığına görə bildik ki, ən yaxın olan planet Merkuridir. Ən uzaq planet isə Neptundur. Yerə ən yaxın olan planet baxaq görək hansıdır? Yerə ən yaxın sizcə hansı olar? Baxaq, hesablayaq. Bu necə baxarıq ki, yerə ən yaxın hansıdır? Baxarıq ki, məsələn, Venera yerə ən yaxındır. Çünki Venera yer arası nə qədər var? 42 milyon kilometr. Venera ilə Mars arası nə qədər var? 77 milyon kilometr. Yerə ən yaxın planet hansıdır? Yerə ən yaxın planet əlbəttə ki, Venera oldu. Daha sonra testlərdən çox yerlə düşür. Yəni yer bizim öz planetimiz olduğu üçün yerlə düşür. Hökmən lazım deyil ki, biz Venera ilə Merkur arasındakı məsafəyə baxaq. Amma əsasən yer barədə baxsaq, bunlara fikir verməliyik. Daha sonra nəyə baxarıq? Temperatura baxsaq, ən isti, orta temperaturu ən isti olan planetimiz Veneradır. Venera. Bunun da səbəbini deyəcəm növbəti slaydda. Ən soyuq planetimiz isə səthinin orta temperaturu Neptun olacaq. Növbəti nəyə baxaq? Günəş ətrafına dövr etmə müddəti. Yəni bir yerlə hesablasaq, yerdə görürsünüz 1 yazılır. 1 bütöv. Yəni 1 ili götürülür. 1 ilimiz neçə gündür? 365 gündür. Yəni biz burada Merkurinin Günəş ətrafında tam dövrəsini neçə günə başa vurduğunu tapmaq üçün 0,2-ni vurarıq 365 günü. Aldığımız cavab bizi, yəni Merkurinin Günəş ətrafına dövr etməsidir. Bu təqribən gəlir 73-74 düşür ki, Günəş ətrafında bu qədər müddətə dövr edir, yəni günə. Məsələn, Venera neçə günə dövr edər? Onu da baxsaq, 0,6-nı vuraq neçəyə? 365 günə, 365. Bu da deyər, 65 vursaq, bu da təqribən 220 gün eləyir. Yeri də birləşdirək 365 gündür. Marsı da eyni qaydada hesablayırıq. Burada nə ardıcılığına fikir verək? Fikir verdiksə planetlər
E, Günəş sistemindən uzaqlaşdıqca Günəş ətrafına dövr etmək müddəti artır. Bu ardıcıllıq ilə hamısında gözlənilir. Yəni Günəşdən uzaqlaşdıqca bir ilinin uzunluğu artır. Bir ilin uzunluğu artır. Burada fikir verək. Başqa nəyə fikir verə bilərik? Yenə də yerlə bağlı sual tez-tez düşdüyü üçün e, Günəş ətrafında dövr etmə müddəti hansı planetin yerə yaxındır? Yenə Veneranı götürərik. Günəş ətrafında dövr etmə müddəti yerə yaxın olan planet, yəni yerin Günəş ətrafına fırlanmasına yaxın olan planet hansıdır? Venera olacaq. Günəşə ən yaxın planet də hansı idi? Elə Venera idi. Bir də ki, deyir ki, nə burada qeyd edək? Məsələn, Günəşdən uzaqlığımız nə qədərdir? 150 milyon kilometr idi. 150 milyon kilometri işıq sürətinə bölsək, yəni 30 min kilometrə böl 300 min. Burada 30 min deyil, burada 300 min olacaq. Bir sıfır yəqin ki, yaddan çıxıb orada. 300 mindir. Yəni 300 mindir. Burada. Burada səhv düşüb. 300 minə bölsək, 300 minə. Biz orada nə edərək? 150 milyona. 150 minərik. 150 milyona altdan sıfırımız yazarıq. 1, 2, 3, 4, 5, 6. Daha sonra 300'ümüzü yazaq. 300'ün yanına mində neçə sıfır olur? 3 dənə. 1, 2, 3. Ümumi neçə sıfır olur? 4 sıfır gedər. Yox, 5 sıfır getdi. 1, 2, 3, 4, 5 sıfır da buradan getsə neçə qalır? 1500. 1500 mü qalır? 1500. Bunu bölsək 3-ə. Hə, bunu da bölsək 3-ə edər. 1500 3-ə bölünür 500 eləyir. Hə, 500 sana, yəni 1 saniyədə də bu 1 saniyədə. 500 saniyəyə biz Günəşə gedib çata bilərik. Bunu dəqiqə ilə versək, 500 saniyəmizi dəqiqə ilə versək, hardasa 500-ümüzü də 1 dəqiqəmiz 60 saniyə olduğu üçün 500-ü də 60-a bölsək, 500-ü də 60-a bölsək, bu da edər təxminən 8,3. Düz, burada dövrlər gedir. Yəni 8,3 dəqiqəyə, 8,3 dəqiqəyə biz Günəşə gedib çata bilərik. Əlbəttə ki, bizim sürətimiz işıq sürəti olsa. Bunu da yadda saxlayaq. Burada nəyə baxaq? Məsələn, planetlərimiz verilib. Planetlərimiz verilib burada. Yenə də başlayaq. Məsəl üçün, diametr verilib. Diametr nədir? Biz bilirik ki, yəni diametr. Yerin diametrinə baxsaq, 12742 kilometr. Yerin diametrinə ən yaxın planet hansıdır? Fikir versək, yenə də Venera olar. Bir sözlə, bayaq bundan üçün səfər ki, Veneranın adını çəkirəm ki, yerlə oxşar və yaxud da yaxın xüsusiyyətlər. Yerin planetinə ən yaxın olan, ölçüləri ən yaxın olan planet hansıdır? Veneradır. Bunu da yenə buradan yadda saxlayırıq. Və yaxud da diametri, yerin diametrinə ən yaxın olan planet hansı oldu? Venera oldu. Yaxşı, ən kiçik planetimiz hansıdır? Merkuri olar. Ən kiçik planetimiz. Bunu da yadda saxlayaq. Daha sonra baxaq, ən böyük planetimiz əlbəttə ki, Yupiterdir. Ən böyük planetimiz Yupiterdir. Xarici planetlər içində ən balacası olan hansıdır? Neptun olar. Xarici planetlər içində ən balaca Neptundur. Bunu da yadda saxlayaq. Ən böyüsü isə nədir? Yupiter. Yupiter planetlərin ən böyüyüdür.
Baxaq, sonra xəyali ox ətrafında fırlanma müddəti. Bayaqki slaydda bir ildən söhbət gedirdi. Burada isə bir gündən söhbət gedir. Yəni bir günü, yəni bir günün bunları neçə müddətdir? Yerin bir günü biz bilirik ki, yer planetinin bir günü tam 24 saat deyil, 23 saat 56 dəqiqə götürülür. Bu yerin bir günün uzunluğudur. Yəni yer kürəsi bir dəfə fırlanmağı 23 saat 54 dəqiqə başa vurur. Ən çox bir günün uzunluğu, yəni çox olan planetimiz Venera planetidir ki, bir günün uzunluğu 243 günə bərabərdir. Bir günün uzunluğu 243 günə bərabər olduğu üçün, yəni həddindən artıq yavaş fırlanır da biz günəş ətrafında. Və bu da ona gətirib çıxarır ki, səthi həddindən artıq çox qızır. Və səthi həddindən artıq çox qızdığı üçün, bayaqki slaydda göstərmişdik ki, səthi həddindən artıq çox qızdığı üçün ən isti planet hansı idi? Orta illik temperatur elə Venera idi. Və onun səbəbi bax budur. Bir günün uzunluğu daha çox olduğu üçün Günəş elə ki, həddindən artıq bir yeri çox vurur da. Bu səbəbdən də orta illik temperatur ən çox olan planet Venera planetidir. Bir şey də yadda saxlayaq. Məsələn, bir günün uzunluğuna görə biz planetləri düşsək, bir günün uzunluğu çoxdan aza düşsək, birinci Venera gələr, ikinci çoxdan aza gedirik, ikinci Merkuri gələr, üçüncü Mars gələr, axırda isə yer gələr. Yəni bu ardıcıllığa da fikir verək. Bəzən planetlər verir. Deyir ki, xəyali ox ətrafında fırlanma müddətinə görə çoxdan aza, azdan çoxa düzün. Bu düzülüş çoxdan azadır. 1 Venera, 2 Merkuri, 3 Mars, 4 isə yer. 4-ü ən az yadda saxlayaq. Yəni yer daxili planetlərin içindədir bu. Yer ən azdır. Xarici planetlərdə başqa dəqiqə zamanlar var. Hə, indi nə edəyək burada? Baxaq ki, bir gününün uzunluğu yerə ən yaxın. Yəni elə ki, bir günü yerə ən yaxın olan planet hansıdır? Marsdır. Bir günün uzunluğuna görə Mars yerə ən yaxındır. Yəni bizdə 23 saat 54 dəqiqə, orada da təqribən 24 saat 36 dəqiqədir bir günün uzunluğu. Bayaq 3 dənə belə deyək, Günəşə yaxın, yerə ən yaxın olan planet Venera demişdim. Yerin diametrinə yaxın olan planet Venera demişdim. İndi isə Marsa nə deyirəm? Bir gününün uzunluğu yerə ən yaxın olan planet Mars deyirəm. Xarici planetlərə baxsaq, xarici planetlər öz oxu ətrafına daha çox sürətlə fırlanır. Hətta planetlər içində öz oxu ətrafında ən çox tez fırlanan planet Yupiterdir. Yupiterdir ki, Yupiterdə bir günün uzunluğu 9 saat 55 dəqiqədir. Həddindən artıq çox sürətlə fırlanır. Daha sonra məsələn xarici planetlərdə bu şəkildə gedir. Məsələn elə biz düşsək, 4-ü tamamlasaq, 4-ü bura 5 yazarıq, ardıcılığa 5, 6, 7, 8 yazarıq. Bu nə idi? Bu rəqəmlərimiz çoxdan azadır. Öz oxu ətrafında fırlanma müddətinin çoxdan aza 1, 2, 3, 4 bu ardıcılıda yadda saxlayaq. Ən çox öz oxu ətrafında ən sürətli fırlanan planetimiz Yupiter olar. Bunu da yadda saxlayaq. Daha sonra baxaq peyklərinə. Biz bilirik ki, yerin bir dənə peyki var. O da aydır. Ay yerin təbii peykidir. Merkur Veneranın peyki yoxdur, sıfırdır. Yerdə bir dənə peyk var. Marsda isə 2 dənə peyk var. Sonra xarici planetlərdə daxili planetlərin nisbətən peyk sayı çoxdur. Yupiterdə təqribən 67, Saturnda 82, Uranda 27, Neptunda isə 14 peyk vardır. Bayaqları bir av öyrəndik. Bir avımız nə idi? 150
milyon kilometr. Bu nə idi? Yəni yerin Günəşdən uzaqlığı. Yerin Günəşdən uzaqlığına bir av deyilir. Və yerin Günəşdən uzaqlığına bax bura fikir verirsə bir av. Yəni bir avdır. Avı, yəni bir avımız nə qədər? 150 milyon. 150 milyonu birə vurarıq. Elə yerin Günəşdən uzaqlığı elə 150 milyon yazarıq. Məsələn, Veneranın Günəşdən uzaqlığını tapmaq üçün neyniyərik? Bunu vurarıq bir avımıza. Bir avımız nə qədərdir? 150 milyon kilometr. Və aldığımız cavab Veneranın Günəşdən uzaqlığıdır. Və yaxud da Merkuri olsun. Merkurinin Günəşdən uzaqlığını tapmaq üçün 0,138 vurarıq 150 milyon kilometrə. Aha. Planetlərimizi bayaq dedik. 8 planet idi. Xarici planetlər dedik, daxili planetlər dedik. Bunların fərqi nədir ki, biz bunlara daxili və xarici planetlər deyirik? Daxili planetlər yer tipli planetlər də deyilir. Bu qrupa planetlərinə Merkuriya, Venera, Yer, Mars. Onlar bərk maddələrdən, meteorlardan və qazlardan ibarətdir. Yəni daxili planetlər bərk maddələrdən ibarətdir. Daxili planetlər bərk. Məsələn, daxili planetlərə aid olan xüsusiyyətlər sıxlığı çox olur. Kütləsi az olur, yəni çəkisi az olur. Ölçüləri kiçik olur. Günəş ətrafında az müddətdə dövr edirlər. Yəni Günəş ətrafında az müddətdə dövr edirlər. Yəni bir ilinin uzunluğu, ilə görə, il baxımından desək, Günəş ətrafında bəli, az müddətdə dövr edirlər. Ağır elementlərdən ibarətdir. Günəşin ətrafında fırlanma sürəti böyükdür. Sonra xarici planetlərə baxsaq, Günəş ətrafında fırlanma sürəti çoxdur deyilsə, yəni bununla qarşı gətirmək olar. Yəni sürəti çoxdur ki, az müddətə dövr edirlər. Xarici planetlər sıxlığı az olur, kütləsi çox olur, ölçüləri böyük olur. Günəş ətrafında fırlanma müddəti çox olur. Yəni Günəş ətrafında gec müddətdə biz dedik ki, bayaqları ilə xarici Günəşdən uzaqlaşdıqca planetlərin Günəş ətrafında dövr etmə müddəti artır. Günəş ətrafına fırlanma sürəti zəif. Çünki Günəş ətrafına fırlanma sürəti zəifdir ki, elə Günəş müddət çoxdur da. Öz oxları ətrafında sürətlə fırlanır. Bəli, öz oxları ətrafında sürətlə fırlanırlar. Bir günün uzunluğu daha az idi. Xarici planetdə 9-10, maksimum 16 saat idi. Ən tezə fırlanan bir günün uzunluğu Yupiter dedik. Daha çox sayda peyişləri var. Qaz kütləsindən təşkil olunmuşdur. Ağır elementlərdən təşkil olunub daxili planetlər, qaz kütləsindən təşkil olunub xarici planetlər. Dərsimiz bura qədər. Ümid edirəm ki, diqqətlə qulaq asıb qeydlərimizi götürdük.